Salam hörmətli izləyicilər. Siyasi baxış izləyənlərin vaxtı xeyirli olsun. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal mövqeyi, İslam həmrəyliyinin gücləndirilməsi, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi, həmçinin 2027-ci ildə təşkilata sədrliyə hazırlıq istiqamətində apardığı siyasət diqqət mərkəzindədir. Bu mənada ölkəmizin mövqeyini və bir sıra gözləntilərini bugün Milli Məclisin deputatı Aydın Hüseynovla birlikdə müzakirə edəcək. Aydın müəllim, xoş gördük. Xoş günlərdə olun Könül xanım. Aydın müəllim, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal mövqeyi sizcə ölkəmizdə iqtisadi və siyasi cəhətdən hansı üstünlükləri qazandıra bilər? Könül xanım, sizin də qeyd etdiyiniz kimi ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqədədir və əməkdaşlıq edir. Birinci növbədə deyək ki, Azərbaycanın bu kimi böyük platformalarda iştirak etməsi, Azərbaycanın dövlətçilik, milli maraqlarının ifadə olunduğu bütün beynəlxalq platformalarda ölkəmiz fəal iştirak edir. Və əlbəttə uzun illərdir, uzun müddətdir eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı ilə də Azərbaycanın sıx əlaqələri mövcuddur. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün atdığı addım heç vaxt Azərbaycan xalqının, nə də ki, deyək ki, bütövlükdə xalqımızın yaddaşından çıxmayacaq. Nə mənada? Məlumdur ki, torpaqlarımızın 20%, 30 ildən çox idi, işğal altındaydı. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var idi. Digər, deyək ki, beynəlxalq institutların və qurumların qətnamələri var idi. Ermənistan öz mövqeyindən əl çəkmirdi, işğalçılıq siyasətini həyata keçirirdi. Və Ermənistanın bu hərəkətini, yəni işğalçılıq, Ermənistanı konkret işğalçı kimi tanıyan və onun hərəkətliyini qınayan və qətnamə şəklində öz bəyanatını ifadə edən platformalardan biri də, mötəbər qurumlardan biri də, təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatı idi və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, qeyd etdiyim kimi Ermənistanı işğalçı bir dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən deyək ki, fikirlər səsləndirilib. Bu vaxtilə bizim üçün çox dəyərli idi. Çünki qeyd etdiyimiz kimi, baxmayaraq ki, Azərbaycan haqlı idi, ancaq Azərbaycanın haqq sözünü deyən tərəflər az idi. Elə götürək Avropa institutlarını, ATƏT Minsk qrupunu. Baxmayaraq ki, bunlar bu proseslərin içərisində idi və əslində münaqişənin sülh yolla həll olunmasını və Azərbaycan torpaqlarının işğaldan azad olunmasını qarşıya bir məqsəd olaraq qoysalar da, bu üzdə ayrı bir fəaliyyət göstərirdilər. Arxada isə tamamilə başqa bir istiqamət götürmüşdülər və məqsədləri işğalı əbədiləşdirmək idi. Azərbaycana bu və digər təzyiqlər göstərmək idi ki, biz öz torpaqlarımızdan əl çəkək. Ancaq qeyd etdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı açıq mövqe nümayiş etdirdi. Bu bizdən ötəri həmişə dəyərlidir. Digər tərəfdən Azərbaycanın özü bütövlükdə tolerant bir ölkədir. Dini dözümlülük Azərbaycanda çox yüksək şəkildədir. Digər tərəfdən Azərbaycan əhalisinin mütləq əksəriyyəti İslam dininə mənsubdur və bununla yəni İslam dininə mənsub olmağımızla yanaşı bir daha qeyd edək. Bütün digər dinlər də Azərbaycan cəmiyyəti üçün belə deyək ki, Azərbaycanda din azaddır. Kim hansı dinə istəyir, deyək ki, xidmət edə bilər, onu qəbul edə bilər. Və bir məsələni biz qeyd etməliyik. Biz tariximizdən danışdıq, işğaldan danışdıq. Ermənistan təkcə bizim torpaqlarımızı işğal etməmişdi. Bizim İslam mədəniyyətimizi məhv etmə istiqamətində bir xətt götürmüşdü. Elə buna da deyək ki, müəyyən dərəcədə nail olmuşdu. 67 məsciddən 65-ini tamamilə uçurub dağıtmışdı. Və məscidlərimizi tövləyə çevirmişdilər. Heyvan saxlayırdılar, donuz saxlayırdılar, təhqir edirlər. Bu təkcə Azərbaycana və Azərbaycan xalqına olan münasibət deyildi bu. Bu bütövlükdə İslam dünyasına qarşı olan bir, deyək ki, bir mövqe idi, İslam dünyasına qarşı bir təhqir idi və Ermənistanın bu kimi hərəkətlərinin qarşısını alan elə bir, deyək ki, qüvvə də yox idi. Ancaq Azərbaycan ordusu Ali Baş Komandan Cənab Prezidentimizin
uğurlu siyasəti, əlbəttə bu siyasət Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət uğurla davam etdirilərək ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu və potensialı daha da artdı və bu fonda isə ordumuzun gücü artdı. Ordumuzun ən yüksək ordular sırasına gəlib çatması üçün çox böyük islahatlar həyata keçirildi, addımlar atıldı və bunun nəticəsi olaraq biz torpaqlarımızı işğaldan azad etdik və torpaqlarımızın işğaldan azad edilməsi torpaqlarımızla yanaşı biz məscidlərimizin bərpasını həyata keçirdik. İndi bu gün Qarabağda çox böyük bərpa işləri həyata keçirilir. 2020-ci ildən etibarən Qarabağda və Şərqi Zəngəzurda bu böyük qayıdış proqramının reallaşması üçün 25 milyard manatdan çox vəsait xərclənib və bu sahədə də biz İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimiz sıxdır. Qarabağda və Şərqi Zəngəzurda görülən işlərlə bağlı, digər tədbirlərlə bağlı biz bu sahədə də əməkdaşlıq edirik. Eyni zamanda bayaq sizin də qeyd etdiyiniz kimi 2027-ci ildə sədrlik Azərbaycana keçəcək. Onda biz qeyd edək ki, Azərbaycan hansı beynəlxalq tədbirlərə ev sahibliyi edirsə, bu ən yüksək səviyyədə özünü göstərir. Biz yəni 2 il bundan öncə ölkəmizdə COP tədbiri keçirildi. Bu çox yüksək tərzdə bilirsiniz ki, keçirildi və orada illər idi həll olunmayan məsələlər öz həllini tapdı. Xüsusilə maliyyə məsələləri öz həllini tapmış oldu və bir Azərbaycan nümunəsi ortaya qoyuldu. Və bu yaxından isə BMT-nin şəhər salma deməli platforması çərçivəsində tədbir keçirildi. Azərbaycan bu tədbirə də ev sahibliyi edərək çox böyük bir deyək ki, nümunə və standartlar müəyyənləşdi. Digər tərəfdən qoşulmama hərəkatına Azərbaycan bilirsiniz ki, sədrlik etdi və qoşulmama hərəkatına sədrlik etdiyi bir dövrdə qoşulmama hərəkatının bir struktur olaraq nüfuzu daha da artdı. Eyni zamanda orada təmsil olunan dövlətlərin bu və digər məsələlərə münasibəti, dünyada baş verən proseslərə konkret mövqeləri ortaya qoyulurdu. Və indi də biz tam əminliklə deyə bilərik ki, Azərbaycan İslam İnkişaf Əməkdaşlıq Təşkilatına sədrliyi etməklə bu platformanın da nüfuzunun daha da artmasını təmin edilməsi üçün yeni bir deyək ki, addımlar atılacaq, öz töhfəsini verəcək və məlumdur ki, bu kimi tədbirlərin həyata keçirilməsi digər konferanslarla müşahidə olunur. Bu yaxınlar bir neçə 2 gün bundan öncə parlamentlər səviyyəsində əməkdaşlıq və bu əməkdaşlığın genişlənməsi, qarşıdakı perspektivlər, bununla da bağlı geniş müzakirələr aparıldı. Bu Bakıda keçirildi və bütövlükdə Azərbaycan İslam aləminə çox böyük töhfələr verildi. Adil müəllim, üzr istəyirəm, ölkəmizin İslam aləminə verdiyi töhfələrdən danışmışkən biraz öncə də qeyd etdiniz. İslam dinindən, tariximizdən, mədəniyyətimizdən sizcə ölkəmizin dinlər arası və mədəniyyətlər arası dialoqun inkişafına verdiyi töhfə İslam dünyasında hansı rol oynayır? Dünyada hansı tendensiya gedir? Xüsusilə Avropa institutları, Avropa ölkələri bir İslamofobiya formalaşdırırlar. Və əslində bu belə deyək ki, inkişaf etməkdə olan, zaman-zaman əsrlərlə dünya sivilizasiyasına çox böyük dahilər bəxş edən, çox böyük bir mədəniyyət gətirən, yəni bir mənəvi dəyərləri daha da zənginləşdirən böyük bir İslam aləminə hücumlar var. Bu da, yenə qeyd edək ki, bu da əslində bəzi məkirli institutların konkret olaraq İslam dünyasına qarşı düşünülmüş şəkildə apardığı siyasətin, apardığı təbliğatın və PR-ın nəticəsindədir, qara PR-ın nəticəsindədir. Və ona görə də Azərbaycan bir İslam ölkəsi, yəni əhalimizin tam əksəriyyəti demək olar ki, İslam inanclıdır və Azərbaycan bir nümunə ortaya qoyur, dini dözümlülük baxımından. Yəni, Azərbaycanda bütün dinlərin inkişaf etdirilməsi üçün çox böyük, yəni ki, azad bir mühit formalaşır. Yəni, ölkəmizin İslamofobiya ilə mübarizə sahəsində təşəbbüslərini siz necə qiymətləndirirsiniz?
Bu təşəbbüslər konkret fəaliyyətlə ortaya qoyulur. Yəni bir indiyə qədər olan Azərbaycan xalqının özünün deyək ki, bir davranışında bu özünü bir nümunə olaraq ortaya qoyur. Azərbaycanda Bakı şəhərini götürək, Bakı şəhəri də çox yaxın bir ərazidə həm deyək ki, İslam mədəniyyətini özündə əks etdirən məscidlərimiz var. Deyək ki, xristianlığı, deyək ki, digər dinlərin gedib onların inancları üçün sinagoglar var, kilsələr var, məscidlər var. Hər bir kəs öz inancına uyğun olaraq, yəni gedir, ibadətini edir, gedib öz dini ritualları, mərasimləri istədikləri şəkildə, azad şəkildə onları həyata keçirirlər. Və bizim konstitusiyamızda da dinlə dövlət ayrıdır. Bununla belə dinin özünə və din xadimlərinə qarşı Azərbaycan dövlətinin bir siyasəti mövcuddur, yəni onları dəstəkləmək. İndi bilirsiniz ki, kilsələr olsun, bayaq qeyd etdik, sinagoglar olsun, məscidlər olsun, onların müəyyən xərclərin həyata keçirilməsini dəstək verilir onlara. Bu isə onu göstərir ki, Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Digər tərəfdən böyük bir İslam mədəniyyətinə olan töhfələrimizdən biri elə odur ki, tədbirlər həyata keçirilir. Nə qədər İslam, fikir versin, İslam oyunları tədbirləri, İslam oyunları Azərbaycanda keçirildi və dünyanın hər bir yerindən, İslam ölkəsindən gəldilər bura və dünya bu tədbirlərin hansı şəkildə keçirdiyini görür. Eləcə də digər tədbirlər olsun. Yəni, mən hesab edirəm ki, bugün Azərbaycan doğrudan da dini dözümlüyün, tolerantlığın bir nümunəsidir. Həm siyasəti ilə, həm yanaşması ilə, həm multikultural dəyərlərə daha da sahib çıxması ilə. Aydın müəllim, işğaldan azad edilmiş ərazilərdə siz bayaq da qeyd elədiniz, dini və tarixi abidələrin bərpası istiqamətində görülən işlərlə bağlı. Baxın, bu işlərin beynəlxalq əhəmiyyəti nədən ibarətdir? Bu mənada fikirlərinizi istəyərdim. Əlbəttə, beynəlxalq əhəmiyyəti birinci növbədə orada çox böyük tarixi abidələr mövcuddur. Dünya sivilizasiyasına, dünya mədəniyyətinə töhfələr verən, dünya mədəniyyətini zənginləşdirən abidələr var. Bu abidələri və orada eyni zamanda bizim məscidlərimizlə yanaşı Alban abidələri var. Və Alban dövləti, ümumiyyətlə Alban mədəniyyəti qədim dünya mədəniyyətinin, ilkin orta əsrlər mədəniyyətinin ən yüksək bir nümunələridir. Bu ümumi bəşəri dəyərlərdir. Və bu bir yüksək inkişaf etmiş öz dövrü üçün bir sivilizasiyanın mədəniyyət abidələridir, mədəniyyətinin daşıyıcılarıdır və ermənilər bu abidələri məhv etməklə, indi Ağoğlan abidəsidir, digər deyək ki, orada Alban kilsələri var. O Alban kilsələrini çox süni olaraq, o birisi tərəfdən deyək ki, o tarixin yaddaşını qəddarcasına dəyişərək, o deyək ki, xaçların formalarını dəyişməklə, yəni bu kimi vandal hərəkətlərə yol verməklə dünya mədəniyyətinə onlar böyük zərbə vurmuş olur. Və məlumdur ki, az bir müddətdə bütün o Alban abidələri bərpa olundu, qorunur, saxlanır. Eyni zamanda təkcə Qarabağda yox, bizim deyək ki, Qəbələdə, Qaxda, digər rayonlarımızda və hətta Gədəbəyin özündə indi Kəlbəcəri Qarabağa, yəni Şərqi Zəngəzur Qarabağla bağlı fikirlərimizi səsləndirdik. Eyni zamanda yəni bütün bizim bölgələrimizdə çox böyük tarixi abidələr var. Alban tarixinin izləri var və onu Azərbaycan yüksək tərzdə qoruyur, saxlayır. Qeyd etdiyimiz kimi təkcə Qarabağda və Şərqi Zəngəzurda deyil ki, ölkəmizin bir çox yerlərində. Yəni, məlumdur ki, Qəbələ Albaniyanın qədim mərkəzi olubdur və bizim həmin bölgələrdəki abidələrimiz indinin özünə qədər qorunur, saxlanır. Eyni zamanda həmin dini icmalar fəaliyyət göstərir. Bəli. Aydın müəllim, siz biraz öncə fikirlərinizdə belə bir məsələyə də toxundunuz ki,
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bəli, bəli. Bu məqamda belə bir sual vermək istəyirəm. Eyni zamanda Ermənistanı işğalçı kimi tanıyıb. Bəli. Bu yerdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi ümumi olaraq necə qiymətləndirirsiniz? Bilirsiniz, onu necə qiymətləndirilir? Çünki Ermənistan uzun illər, təkcə müstəqillik dövründə deyil, yəni 91-ci ildən sonra deyil, ondan da qabaq zaman-zaman çox böyük dünyanın hər bir yerinə səs salaraq təbliğat aparmışdılar. Azərbaycanla bağlı, Azərbaycanın mənfi obrazını yaratmağa cəhd etmişdilər. Digər tərəfdən deyək ki, Qarabağın, Şərqi Zəngəzurun onlara məxsus olmasından bağlı yalanlar, uydurmalar, sonra Türk soyqırımı ilə bağlı, yəni bütün dünyaya bunlar bu tərzdə böyük bir təbliğat maşını etiraf edək ki, müəyyən dərəcədə öz işini görmüşdü. Ona görə də belə bir proseslərin getdiyi bir vaxtda İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü tanıması, erməni işğalçı kimi tanıması bu dünyanın özü üçün o yəni ən parlaq bir təbliğat forması idi, ən parlaq bir nümunə idi, bir fakt idi ki, onlar tanıyır və deyək ki, bu yalanların, iftiraların, saxta tarixlərin qarşısına çıxan bir fakt idi. Böyük əhəmiyyəti var idi. Bəli. Adəm müəllim, efir vaxtımız yekunlaşır. Mən son olaraq sizə belə bir sual da verəcəm. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə ölkəmizin əsas prioritetlərinin nədən ibarət olacağını gözləyirsiniz? Birinci növbədə deyək ki, Azərbaycan bugün dünyada hansı imici ilə tanınır və formalaşır? Ən birinci növbədə Azərbaycan müstəqil siyasət həyata keçirir. Yəni, Azərbaycanın həyata keçirdiyi siyasət müstəqildir. Nə heç bir dövlətdən, nə heç bir mərkəzdən heç bir asılılığı yoxdur. İkinci, Azərbaycan müstəqil siyasət həyata keçirdiyi kimi də müstəqil iqtisadiyyata malikdir, dayanıqlı iqtisadiyyata malikdir. Bu da çox önəmlidir. Bugün əgər biz Azərbaycan iqtisadi nailiyyətlərini götürsək, bir təhlil etsək, görürük ki, Azərbaycan özünün iqtisadi modelini formalaşdırıb. İqtisadi, deməli, müstəqil siyasət, müstəqil iqtisadiyyat və eyni zamanda etibarlı tərəfdaş Azərbaycanın imici budur. Və digər tərəfdən Azərbaycan bugün ən birinci orta dəhliz üzərində böyük nəqliyyat logistika mərkəzinə çevrilməkdədir. Şərqlə qərb arasında, şimalla cənub arasında Azərbaycan çox böyük rol oynayır. Elə onu da qeyd edək ki, bana fikir versin, biz Azərbaycan haqqında danışırıq ki, şərqlə qərb arasında, şimalla cənub arasında böyük nəqliyyat logistika imkanlarımız var. Eyni zamanda bu mərkəz olaraq şimal-cənub arasında, şimalla deyək ki, cənub-şərqlə qərb arasındakı bu sivilizasiyaların da bir qovşağındadır. Və bu mənada Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır, daha da çoxalır. Digər tərəfdən yaşıl enerji sahəsində Azərbaycan çox önəmli bir layihələrin artıq müəllifinə çevrilibdir. Digər tərəfdən Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayır. Və indi Türk dövlətləri təşkilatı getdikcə daha da güclənir və burada Azərbaycan demək olar ki, ən önəmli mövqelərdən biridir. Və bu mənada indi gəldik hansı fikrə çıxdıq biz? Deməli, Avropanın enerji təchizatında əhəmiyyətli bir rol oynayır. Və Avropa ölkələri də məlumdur ki, deyək ki, onların xristian dövlətləridir. Onlarla çox böyük iqtisadi əlaqələri var. Digər tərəfdən Türk Dövlətləri Birliyinin tərkibində Azərbaycan önəmli bir, deyək ki, funksiyanı yerinə yetirir. Türk Dövlətləri Təşkilatı da İslam inanclı biz dövlətləriyik. Eyni zamanda Şərq ölkələri ilə, Əfqanistanla, Pakistanla bizim çox böyük iqtisadi, siyasi əlaqələrimiz mövcuddur. Və deyək ki, Çinlə bizim iqtisadi əlaqələrimiz, diplomatik əlaqələrimiz getdikcə daha da genişlənir. Və fikir verirsənmi, dünyanın hər bir dörd bir yanı ilə Azərbaycanın əlaqələri getdikcə daha da genişlənir. Daha da Azərbaycan getdikcə regionda dünyanın özündə aparıcı bir dövlətə çevrilir. Bu dövlətə çevrilmək eyni zamanda deyək ki, o sivilizasiyaların eyni zamanda mərkəzinə çevrilir.
və bu barədə də İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməsi Azərbaycanın nüfuzunun göstəricisidir. Digər tərəfdən də və bütün Azərbaycan bu əlaqələrindən, geniş əlaqələrindən istifadə edərək dünyanın özünə tolerantlığı, dini dözümlüyü, İslam dəyərlərini, ən başlıca ilə İslam dəyərlərinin bir nümunəsini ortaya qoyur. Bəli. Aydın müəllim, çox maraqlı, dəyərli, ətraflı fikirlərinizə görə sizə təşəkkür edirəm. Efir vaxtımız artıq bitdi. Sizinlə sağollaşırıq. Belə əziz izləyicilər, bir daha xatırladım ki, bugün studiyamızın qonağı hörmətli millət vəkili Aydın Hüseynov idi. Qonağımızla apardığımız müzakirə əsnasında gəldiyimiz qənaət və etdiyimiz ümidlər o oldu ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik etdiyi dövrdə də İslam həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi, eyni zamanda ortaq hədəflərin reallaşması istiqamətində mühüm nailiyyətlər əldə ediləcək. Diqqətiniz hər zaman bizdə olduğu üçün sizlərə təşəkkür edirəm. Baxışlarınız siyasi baxışda olsun. Hələlik.